MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun akt zalında Bakı tarixinin tədqiqatçısı Xəyalə Günəş Əyriçalmanlının Bakı şəcərələri və Nəsil qolları adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə kitabın elmi redaktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov açaraq kitab haqqında məlumat verib. Daha sonra İnstitutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Aynur Hacıqədirliyə söz verilib. Kitab haqqında professor Asif Rüstəmli, ilahiyyatçı Soltan Əlizadə, professor Gülər Abdulbəyova, fəlsəfə üzrə fəlsəfə doktoru Mətanət Şəkixanova, ilahiyyatçı Qədir Nəcəfzadə fikirlərini bildiriblər. Sonda kitabın müəllifi Xəyalə Günəş Əyriçalmalıya söz verilib. Kitabda Bakının köklü və nəsilləri haqqında məlumat verilib. Monoqrafiyada şəcərə tarixlərinin yaranması və həmin şəcərələrin nəsil nümayəndələri haqqında məlumat əks olunub. Xəyalə xanımın işinə valih oldum. Doğrudan da o elə bir ki, sanki özü tək yox, böyük bir kollektiv işləyib bu kitab üzərində. Bakı şəcərələri, Bakı kəndləri üzrə olan nəsillər haqqında elə doğğun, elə qəşəng müsahibələr götürüb, materiallar verib ki, onlar həmişə yəni, bu mövzu ilə məşğul olanlar üçün ilkin bir mənbə olacaq. Xəyalə xanım çox böyük zəhmət çəkərək Azərbaycan şəcərəşünaslığında ilk dəfə olaraq dizlərini qatlayıb belə bir kitab ərsəyə gətirib. Bu münasibətlə mən bütün xalqımızı təbrik edirəm ki, yavaş-yavaş müxtəlif ərazilərində şəcərələri yazılacaq.